Fitr bayramının əməlləri. Fitr bayramının əməlləri, gecəsinin əməlləri var. Bir də gündüzün əməlləri var. Gecəsinin əməlləri. Gün batan vaxtı qüsl etmək, niyyəti də bu gecənin qüslünü alıram, qürbətən ilallahdır. İkinci əməl, həmən gecəni əhya saxlayıb dua etmək, istiğfar eləmək və üçüncü əməl isə bu zikri həmən gecədə söyləmək. Hansı zikirdir? Bu zikri söyləməkdir. Bayram gecəsinin əməllərinin sonuncusudur. Və bir də bayram gününün, yəni gündüzünün məxsus əməlləri. Sübh azanından bayram namazına qədər qüsl almaq, bayram namazından öncə iftar etmək, yəni orucu açmaq, digər əməl bayram namazından öncə fitrə zəkatını vermək, sonuncu əməl isə bayram namazı gün çıxandan zöhr azanına qədər qılınması. Yəni bunu gecikdirmək olmaz. Əsas məsələ Fitr bayramının namazının qılınmasının qaydası. Həmən namaz 2 rükətdən ibarətdir. Niyyəti bayram namazı qılıram, qürbətən ilallah. Birinci rükətdə Fatihədən sonra, istənilən sonra. Düzdür, ən çox tövsiyə olunan surə Fatihədən sonra Əla surəsidir. Əla surəsidir. Amma istənilən surədə oxuna bilər. İxlas surəsi və s. Birinci rükətdə 5 dəfə qunut tutmaq, yəni birinci rükətdə Fatihə və İxlası bitirdin, Fatihə və İxlas surəsini qurtardıqdan sonra təkbir deyirsən, təkbir deyəndən sonra birinci qunutu tutursan, sonra təkrar Allahu Əkbər deyirsən, ikinci qunutu tutursan və ardıcıllıqla bu cür davam edirsən. 5 dənə qunut tutursan, 5-ci qunut bitdikdən sonra sonuncu dəfə təkbir deyirsən, Allahu Əkbər deyirsən, rükuya gedirsən. Səcdələri elədin, təkrar qalxdın ikinci rükətə. İkinci rükətdə artıq 4 dəfə qunut tutulur. Yaxşı, 4 dəfə qunutu tutandan sonra sonuncu dəfə Allahu Əkbər deyirsən, daha sonra rüku, səcdələr, təşəhhüd və salamlar deyəndən sonra artıq namaz bitir. Qunutda istənilən duanı oxuya bilərsiniz. Qunutda istənilən dua oxuna bilər, amma Fitr bayramının qunutunun məxsus bir duası var. Həmən dua bilirsiniz hansıdır? Allahummə əhləl kibriya vəl əzəmə və əhləl cudi vəl cəbərut duası. Bu duanı inşallah biz sosial şəbəkələrimizdə paylaşacağıq. Sosial şəbəkələrimizdə həmən bu duanı əldə edə bilərsiniz.